Sevil Əliyeva şərəf ordeni ilə təltif edildi daha doğrusu. Sevil Əliyeva bizim prezidentin, möhtərəm prezidentin bacısıdır. Ulu Öndərin qızıdır. Sevil Heydər qızı Əliyeva. Mən xəbər oxuyanda 2 saat bundan əvvəl bəli, şərəf ordeni ilə təltif edilmişdi. Demək, belə oxu.az-a mən istinad edirəm. Onlar da prezident.az-da götürüblər xəbəri, istinad ediblər. Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə Sevil Heydər qızı Əliyeva şərəf ordeni ilə təltif edilib. Təbii ki, yenə də edirəm oxu.az, prezident.az istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Onun anasına yazdığı, ümumiyyətlə bütün analara həsr etdiyi, yazdığı ana mahnısı, elə deyərdim, böyük bir əsərdir. Hər birimiz onu sevə-sevə dinləyirik. Hər yerdə də o mahnı ifa olunur. Peşəkar, sözlər də peşəkar, ifa peşəkar, musiqi peşəkar, hamı bir-birini tamamlayıb və hər birimizin sevdiyi bir mahnı, deyərdim ki, böyük bir əsərdir.